Mən Murad, 10-cu sinif 1-ci qrup şagirdi. Bugün sizinlə bir yerdə karbonun birləşmələrindən 29-cu suala baxacağıq. Bizə verilib ki, 5 qram metal CO3-ün düzünün parçalanmasından 2,2 qram CO2 əmələ gəlmişdir və bu bizdən nisbi atom kütləsini müəyyən etməyimizi istəyir. Deməli, metal CO3-ü parçalayacağıq. Bu bizə verir metal O plus CO2 və bizə verib ki, bu 5 qramdır və CO2 2,2 qramdır. 2,2-nin deməli, bura 44, burada isə X meoda CO3 plus 60 olur. Və bunları deməli hesablayaq. 5 qram, deməli 5-in X plus 60-a və o da bərabərdir 2,2-nin 44-ə nisbəti. Bu bizə verir 20-də 1. Bu eləcək 100 bərabərdir X plus 60-a. X-imiz də olur